İmam Həsən əleyhissalamın qısa tərcümeyi halı. İmam Həsən İbni Əli əleyhissalam Hicri qəməri təqvimi ilə 3-cü il Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açmışdır. Atası Əli İbni Əbu Talib əleyhissalam və anası Həzrət Peyğəmbərin əziz qızı xanım Fatimə Zəhradır. Künyəsi Əba Məhəmməd və məşhur ləqəbi Müctəbadır. Çox təəssüf ki, İmam Həsən əleyhissalam babası Peyğəmbəri çox görmədi. Çünki o təxminən 7 yaşındaykən Həzrət Peyğəmbər dünyasını dəyişdi. Təxminən 30 yaşına qədər isə atası Əli İbni Əbu Talibin sirdaşı və silahdaşı olmuşdur. Atasının vəfatından sonra imam olan Həsən İbni Əli əleyhissalam 10 il müddətində 40-50-ci hicri ili bu ilahi vəzifəni daşımış, nəhayət hicri 50-ci ildə Muaviyyənin hazırladığı suiqəstlə zəhərlənib 48 yaşındaykən şəhadətə yetişmişdir. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbristanlığındadır.